Azəriqaz məlumat yayıb. Doğru xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Sabunçu rayonu Bakıxanov qəsəbəsində və Sumqayıt şəhərində görüləcək təmir işləri ilə əlaqədar aprelin 23-ü səhər saat 10-dan etibarən qazın verilişi dayandırılacaq. Təmir bərpa işləri gedən müddətdə Sabunçu rayonu üzrə Cabbarov, Cavid, İnşaatçılar, Mustafayev, Hacınski, Anapli, Dostoyevski, Maqomayev, Arasli, Qarayev, İsmailov, Kamilov, Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin, Sumqayıt şəhəri üzrə isə 76-cı məhəllənin, Ceyranbatan qəsəbəsinin bir hissəsinin, MTN və Metallurq bağları ərazilərinin qaz təchizatında müvəqqəti fasilə olacaq. Yaranacaq fasiləyə görə Azəriqaz İstehsalat Birliyinin rəhbərliyi həmin ərazilərin abonentlərindən üzr istəyir.